Hər kəs kimi onun da arzusu var idi. Beynində daşıdığı milyonda bir olan virus onun həyatına son qoydu. Söhbət Astara rayonunun Toradi kənd sakini 16 yaşlı Gülnarə Şahid qızı Əlizadədən gedir. Təqribən 2 ay əvvəl dərs vaxtı səhhətində problem yarandığını hiss edir. Atası deyir ki, Gülnarə məktəbdə dərs yazarkən birdən əli sıxılıb və qələm əlindən düşüb. Yazı yaza bilməyib. Uşaqlardan dala qaldığına görə ağlayıb. Axşam evə gələndə Gülnarənin belə bir problemi olduğunu bildiriblər. Atası onu ilk olaraq kənd həkiminə aparıb və əlinin sıxıldığını deyib. Kənd həkimi də uşağı Lənkəran xəstəxanasında nevropatoloq aparmağı tövsiyə edib. Məktəblərə gedilmiş, yazı yazanda bir dənə əlini sıxılıb, tutulub yazı yaza bilmir. Uşaq orada ağlayıb. Sonra axşam gəldi evə, axşam çağı gəlirdi. Axşam gəldi evə, bəs mənə dedilər ki, bəs belə deyir uşağım var dedi. Səhərsi gün bizim həkimimiz var, Əfsər Əliyev, əmi oğlumdur, buradadır. Ona deyir, sabahsı gün getdim, dedim ki, bəs belə vəziyyət uşaqda yaranıb, bu nədən ola bilər? Dedi ki, apar Lənkərana, nevropatoloqa apar. Apardım Sovqat doktorun yanına. Da Vinci'də. Məlum Bəli, Da Vinci'yə apardım. Oradan mənə dedilər ki, Sovqat həkim dedi ki, apar mərkəzi xəstəxanada MRT elə bunu. Mən də apardım, MRT elədim. Bir dəfə MRT olundu, dedi ki, 2 saatdan sonra gəlib cavabı gözlərsin. Apardım ora, 2 saat vaxt qalmışdı 2 saata zəng elədi, yaxınlaşa bilərsən. Mən də getdim. Onu bildik, əmi danışdı. Siz onu danışın, bax uşaq dedi ki, əlaçı olub. Bəli, çox əlaçı. Arzuları var idi, hansı istiqamətdə hazırlaşmaq hər dəfə mənə deyirdi ki, mən vəkil olaram. Vəkil olmaq istəyirəm. Özü də nə lazım olsa, hansı kitablar var, hamısını o müəllimi bunlardan. Bu müəllimdir, Əlimam Əliyev. Özü də çox yaxşı bilirlər. Məktəb direktoru Ramin Əliyev. Bunlar yaxşı bilirlər hamısı. Əlaçı uşaq olub. Əlaçı uşaq olub, çox əlaçı uşaq olub. Özü də çox oxuyan. Gecə saat 3-də də gedirdim, baxırdım, kitab oxuyurdu. 4-də də kitab oxuyurdu. 2-də də kitab oxuyurdu. Vəbşi kitabı ondan ayırmaq olmurdu. Daimi kitabla məşğul olurdu. Toya zada heç bir yerdə getmək də istəmirdi. Güclə toya aparırdı onu. Çox havası vardı. Nə isə onu Allah gətirdi. Neçə övladınız var ailədə? 3 dənə övlad idi. İkinci övladı, 2 qızım var, 1 oğlum. O ikinci qızımdır. İkinci övladım. Ümumiyyətlə, bu tip xəstəlik nəsildə, belə deyək də, belə adamlar olurmu? Vallahi nəsildə deyim belə, Genetik bir dənə bacım bu pis xəstəlikdən ölüb. Rəhmətə gedib. Xəstəlikdə. Bəli, o qaraciyərdə olub. Qaraciyəri olub. Məndən 1 yaş, 2 yaş böyük olub. Məktəbdə 2 yaşdır, belə yaşda 1 yaş məndən böyük olub. Az öncə bildirdiniz ki, həkimlər qanında virusun olmağı barədə də məlumat verir. Bəli, mənə zəng elədilər ki, qanunda virus çıxıb. Onu da əmi oğluma zəng elədim. Mən gəlmişdim, rayonda idim. Zəng elədim, Səyasət Əliyevdir. Getdi ora, qanını götürdülər, verdilər, göndərdilər Nərimanov xəstəxanasına. Orada da yoxladılar, dedilər ki, bəs qanında virus var. 3 dəfə də onun qanını orada yuydular. O virus onu bu hala sala bilərmi? Həkimlər belə bir rəy verdilərmi? Mən sizə necə deyəm, bunu həkim bilər, həkim bilir. Deyir ki, bəs virusdan da. Hər 2 gündən deyir ki, bir dənə virus çıxıb. Bir dənə virus çıxıb. Uşaqdakı gördüm ki, get-gedə uşaq irəliyə doğru getmir. Bu uşaq əlaçı uşaq olub. Bu 10-cu sinifi bitirən, 9-cu məktəb bitirəndən sonra o qırmızı fərlama ilə bitirib. Yəni bütün qiymətlər hamısı əla olub. Uşaq həm burada orta məktəbdə oxuyub, həm də buradan pensiyara kursa gedib. Uşaq bir də hiss edib ki, mənim əlim roçka tuta bilmir. Nə vaxt hiss edib? O hiss edib Mart ayının 18-də. Da bunu apara bilmirlər. Həmin vaxtda da bu bayramla əlaqədarları bir neçə günlər xəstəxanada bağlı olub. Uşağı aparırlar müayinəyə, Lənkərana, MRT-yə. Ayın 4-cü, 5-i arzusu belə. 4-cü aparırlar MRT-yə. MRT onun beyin nahiyəsini aparatdan keçirdən sonra onu yazmışlar onkologiyaya. Bakı Onkoloji Mərkəz Xəstəxana. Nəysə, biz uşağı götürdük. Mən birinci buna inanmadım. Dedim ki, bunu aparaq biz neyrocərraya. Apardık neyrocərraya. Orada həkim vardı. Rauf Hüseyli. Onun elmi dərəcəsini bilmirəm nədir. O baxdı. 2 dəfə diskə baxdı. Allah ona can sağlığı versin. Nəysə, həkimi qırağa çəkdi də uşağın yanında soruşmadım. Həkimi qırağa çəkdi, soruşdu. Dedi ki, mən 88-ci ildən bəri bu işdə işləyirəm. Mən belə şey görməmişim. Deməli, bunun beyin nahiyəsində o qədər səpkilər var ki, bu saymaqla qeyri-mümkündür. Qeyri-mümkündür.
bunun ola bilər, hər ehtimala görə bəlkə bunu yandıra bilər. Ya Türkiyədə xüsusi aparat var, bir dənə aparat Türkiyədə var, bir dənə aparat Avropada var. Türkiyədədir, bu da ki, çox külli müdə pulla başa gəlir, əgər siz adam tapa bilsəniz ona düşməyə. Bunu aparın onkologiyaya. Biz de oradan getirip onkologiyaya apardık, o həkimin adı yardım, Rasim Bayramov yanına, onkoloji hastalarda. O da baktı, neyse dedi bunun beyinde hiç ne yoktu, bir iki tane böyle 5-10 tane sapki var. Neyse hastaneye çıkarttım bayrağı, dedim doktor bas bize filan yerde belə deyiblər. Dedi yok, özde bana gösterdi, ben həkim değilim. Həmin beyin nahiyəsində 5-6 tane ağ nöqtələr var idi. Aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq 16 yaşlı Gülnarə Əlizadənin həyatını xilas etmək mümkün olmayıb. O müalicə aldığı Bakıdakı xəstəxanaların birində vəfat edib. Anası deyir Gülnarənin arzusu vəkil olmaq idi. Oxumağa çox həvəsi var idi. Onu kitabdan ayırmaq olmurdu. Çox gözəl uşaq idi. Dərslərini də gözəl idi, müəllimləri də çox istəyirdi. Hər kəsə hörməti var idi, çox oxuyurdu. O, belə qəşəng uşaq idi, çox şirin dildi. Bu nə qədər mən heç nə demişəmsə eləmiş. Arzuları nə idi? Arzuları ən böyük arzu vəkil olmaq istəyirdi. Vəkil onun ağzından düşmürdü. Ən uşaqlıqdan onu Qəncə Paşayevin rəhmət eləsin. Onun baxırdı, deyirdi, nə güclü xanımdır. Mən gələcəkdə vəkil olmaq istəyirdim. Həmişə ona baxırdı, fəxr edirdi. Nə deyə bilərəm, nə qədər dedim müəllim olamam, amma vəkil olmağını çox istəyirdim. O sizdən. O virüzə vermədi. Birdən-birə getdi məktəbə, gəldi ağladı, dedim, amma mən yazı yaza bilmirəm. Mən daha kursa getmək istəmirəm məktəbə. Dedim, niyə mən bolam? Adam xəstə olar da. Atasına dedim ki, apardı xəstəxanaya. Həkimlər də əlində gələni elədi. Çox da mənə kömək elədi. Dedilər ki, rayondan gəlib. Amma olmadı, dedi, virüs düşüb onun başına. Beyinə nə dedim, onu bilmirəm, amma dünyasını da Harada gördünüz onu? reanimasiyada gördüm. Xoş elədim, ürək yandılar, qoydular məni onun yanına. Qoldum da bir gecədə onun yanına, o qədər yalvardım. Deyirlər, icazə yoxdur, kamera var. Dedim, siz də anasınız, qurban olum sizə. Neyim, ana ürək işte, qoydular, gedirdim, gədirdim. Çox da baxırdılar. Mən söz deyə bilmərəm, həkimlər hamısı onun üçün ağlayırdı. Onun savadı üçün ağlayırdı, onlar üçün ağlayırdı. Nümunəvi əlaçı şagirdlərdən biri idi. Bir neçə dəfə olimpiyadalarda dəfələrlə demək olar ki, yer tutub. Yəni, növbəti dəfədə, yəni bu ildən həmçinin yer tutdu. Yəni, keçən 9-cu sinifdə, yəni hər 3 fəndən yüksək nəticə qazandığına görə fərqləmə attestatında layiq göründü. Nə deyək, bunun haqqında çox danışmaq olar, həqiqətən. Məktəbin, müəllimin sevimlisi idi. Məktəbdə ümumiyyətlə onun belə xəstəliyə olduğunu bilirdiniz mi? Yox, qısa vaxtda, yəni fevralda imtahanı var idi Lənkəranda. Olimpiyada aparmalı idim. Yəni, o vaxtda uşaqlara, sinif yoldaşlarına hətta demişdi ki, yəni yol bağlansaydı, Ramil müəllim bizi apara bilməsəydi, yəni uşaqlar da sual veriblər ki ona. Nəyə görə deyib ki, biraz nasazımdır, yəni vəziyyət yaxşı deyil, sinif yoldaşlarına deyib. Qeyd edək ki, 16 yaşlı Gülnarə Əlizadə doğulduğu Toradikən qəbirstanlığında dəfn edilib.